Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlmanlar, artıq bir neçə dərsdir ki, Allah Subhanahu wa Taala'nın müvəffəqiyyəti ilə, Allah Taala'nın izni ilə isim və sifətlər ilə bağlı olan dərslərə toxunuruq. Və bu günləri sonuncu dərsimizdir bu mövzu ilə bağlı. Və ilk növbədə Allah Subhanahu wa Taala dua edirəm ki, Allah Taala bu dərslərimizi İslam ümməti üçün, Muhammed ümməti üçün xeyirli, faydalı və bərəkətli dərslərdən etsin. Və hər bir bacıma, hər bir qardaşıma buradan tövsiyəm odur ki, bu dərsləri əvvəldən sona kimi dinləsin. Çünki bu dərslər etiqad ilə bağlıdır. Əhl-i sünnətin, salih sələflərin etiqadı ilə bağlıdır. Və bu kitabı, bu dərsləri keçmək üçün mən özüm şəxsən bir neçə etiqadi kitablara toxunmuşam. Və o kitablardan toplayaraq Əqidətül Tahaviyyə, Əqidətül Həməviyyə, Əqidətül Vasitiyyə, həmçinin Əhl-i sünnətin digər qaynaq kitabları olan isim və sifətlər tövhidi ilə bağlı, əlaqəli olan bir çox kitablara toxunmuşam. Və o kitablardan toplayaraq bu dərsləri keçmişəm. Və söylədiyimiz kimi internet səhifələrində, saytlarda isim və sifətlər tövhidi ilə bağlı olan kitabımız da var. Kim istəsə girib oradan yükləyə edə bilər. Həmçinin telefon formatları üçün, telefonlar üçün Play Marketdə bu kitab da var, isim və sifətlər tövhidi kitabı var. Həmçinin bunu yükləyib dərslərlə bərabər izləyə bilər, oxuya bilər, öyrənə bilər. Və söylədiyim kimi, hər bir kəs elm almaq istəyirsə, Allahın dinini öyrənmək istəyirsə, dəftər, qələm götürüb, dərsləri dinlədikcə özü üçün qeydlər aparsın. Nə ki suallar yaranırsa, nə ki sənə qaranlıq qalırsa, nəyə ki başa düşmürsənsə, onu WhatsApp vasitəsilə və yaxud da zəng eləməklə o şeyləri mənim özümdən öyrənə bilərsiniz. Bu günləri söylədiyim kimi 35-ci dərsimizdir, sonuncu dərsimizdir. İsim və sifətlər tövhidinə zidd olan, isim və sifətlər tövhidinə zidd olan bəzi söz və etiqadlar vardır ki, əməllər vardır ki, onlar barəsində onları qeyd edək. Birincisi odur ki, əziz müsəlmanlar, hələ ta qədimdən müşriklər, həmçinin də bütlərə ibadət edənlər Allah Subhanahu taala'nın isimlərini bütlərə qoyardılar. Məsəl üçün onlardan Allah Subhanahu taala'nın Əl-İləh ismini Əllat adı ilə dəyişərək onu bütlərinə qoymuşlar. Deyilir ki, İbn Cərir Ət-Təbəri öz təfsirində, həmin İbn Kəsir rəhməhullah deyir ki, Əllat deyir, Taif şəhərində Ağ dağın adı idi deyir. Suqayf qəbiləsində olanlar bu bütləri ilə fəxr edirdilər. İbn Hişəm öz tarix kitabında qeyd edir ki, Peyğəmbər s.ə.v-in əmri ilə Muğirə ibn Şöbə, həmçinin Əbu Sufyan ibn Hərb radiyallahu anhu onu dağıdırlar, həmin o yeri. Sonralar isə deyilir ki, rəvayətlərdə gəlib ki, onun yerində bir məscid tikilir. Həmçinin Allah Subhanahu taala'nın isimlərindən Əl-Əziz, Allah Taala'nın ismini Əl-Uzza adı ilə dəyişərək öz bütlərinə qoyublar. İbn Cərir yenə də öz təfsirində, öz tarix kitabında deyir ki, Əl-Uzza Məkkə ilə Taif arasında Nəxil adlanan yerdə bir ağacın adı idi. Yəni ağac idi. Necə ki, indiki bizdə olan pirlərə, ibadətgahlara, ziyarətgahlara adlar vermirlər. O vaxtda da eləncə adlar verirdilər. Filan kəsin piri, filan kəsin ziyarətgahı. O vaxtda eləncə adlar verirdilər. Və deyilir ki, Məkkə ilə Taif arasında Nəxil adlanan yerdə bir ağacın adı idi Əl-Uzza. İbn Hişam deyir ki, Məkkənin fəthi günü Xalid ibn Valid radiyallahu anh oranı darmadağın edir. Həmçinin Allah Taala'nın isimləri Əl-Mənnə, Allahın isimlərindəndir, Əl-Mənat bütünə qoymuşlar. Məkkə ilə Mədinə arasında Hudeybiyyə adlanan yerin adı idi. Və Ayşə radiyallahu anh deyir ki, Həzrət Əli radiyallahu anh Məkkənin fəthi günü oranı darmadağın edir. Allah Subhanahu taala Ən-Nəcm surəsində, həmçinin Yusuf surəsi 40-cı ayətində belə buyurur. Bir deyin görək, Lat və Uzza nəyə qadirdir? Digəri üçüncüsü olan Manat da. O bütlər sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlara dair bir dəlil endirməmişdir. Allahu Ekber. Allahdan başqa ibadət etdiklərini sizin və atalarınızın qoyduğu adlardan başqa bir şey deyildir. Allah isə heç bir dəlil endirməmişdir. Hökm ancaq Allahındır, o sizi yalnız onun özünə ibadət etməyə çağırır. Həmçinin isim və sifətlər tövhidinə zidd olan etiqadlardan, söz və əməllərdən ikincisi Allah Azza və Cəlləyə layiq olmayan adlar vermək.
Məsəl üçün, xristiyanların və yahudilərin dediyi kimi ata, oğul, necə onlar məsələn deyirlər ki, müqəddəs ata və oğul, müqəddəs ruh və s. Və həmçinin də dəyərli müsəlmanlar, burada bir şeyə də toxunum ki, həmçinin bizim öz dilimizdə də görürsən ki, ağsaqqalların, yaşlı nəslin dilində gəzir bu söz. O kişiyə qurban olum. Əstəğfirullah, əstəğfirullah. O kişiyə qurban olum. Yəni Allah Taala'nı qəsd edirlər. Yəni bu cür kəlmələr isim və sifətlər tövhiddən zidd olan kəlmələrdir. Allah Subhanahu taala Əl-Maidə surəsi 72-ci ayətində buyurur ki, şübhəsiz ki, Allah Məryəm oğlu İsa'dır deyənlər kafir oldular. Halbuki Məsih belə deymişdir. Ey İsrail oğulları, mənim də sizin Rəbbiniz tək olan Allahdır. Allaha ibadət edin. Həmçinin dəyərli müsəlmanlar, isim və sifətlər tövhidinə zidd olan söz və etiqadlardan, əməllərdən üçüncü, Allah Azza və Cəllə naqis olan sifətlər vermək, məsələn, yahudilərin və xristiyanların dediyi kimi, Allah Subhanahu taala xəsisdir, Allahın əlləri bağlıdır və s. Həmçinin Allah Taala göyləri və yeri xəlq etdikdən sonra bazar günü dincəldi və s. kimi Allah Taalaya layiq olmayan isimlər və sifətlər vermək. Lakin Allah Subhanahu taala belə buyurur ki, Quran-ı Kərimdə Bəqərə surəsində 255-ci ayətin o nə mürgü, nə də yuxu bilər. Maidə surəsində isə Allah Taala buyurur ki, yahudilər dedilər ki, Allahın əlləri bağlıdır. Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. Xeyr, Allahın əlləri açıqdır, istədiyi kimi lütf və ehsan edər. Həmçinin isim və sifətlər tövhidinə zidd olan söz və etiqadlardan dəyərli müsəlmanlar, deməli Allah Subhanahu və Taala'nın sifətlərinə keyfiyyət verim, isnad edir, keyfiyyət vermək və onun sifətlərini Allahın yaratdıqlarına bənzədən müşəbbihlər. Bunlar deyilir ki, müşriklərdən də pisdirlər. Çünki müşriklər yerdə olanları Allaha şərik qoşurlar. Övliyaları, pirləri, daşları, qəbirləri. Lakin bunlar isə Allahı yaratdıqlarına bənzədirlər. Allahu Akbar, Allah qorusun. Allah Subhanahu taala Saffat surəsində belə buyurur. Allah ona aid etdikləri sifətlərdən, müşriklərin ona aid etdiyi sifətlərdən münezzəhdir, uzaqdır. Başqa bir ayətdə Allah Taala buyurur ki, ona bənzər heç bir şey yoxdur. O hər şeyi eşidən və görəndir. Nəhl surəsində isə Allah Taala buyurur ki, heç yaradan Allah yaratmayana bənzəyərmi? Məgər düşünmürsünüzmü? Allahu Akbar. Həmçinin dəyərli müsəlmanlar, isim və sifətlər tövhidinə zidd olan söz və etiqadlardan, deməli, 6-cı dəyərli müsəlmanlar, insanlar arasında olan bəzi müraciətlərdir. Bu müraciətləri Allah Resulü s.ə.v-dən gələn hədisdə Əbu Hureyra radiyallahu anh bizə buyurur. Hədis Müslimdə keçir ki, Peyğəmbər s.ə.v buyurur ki, sizdən heç kim öz qulluqçusuna Rəbbinə su ver, Rəbbini doydur, Rəbbinə dəstəmaz aldır deməsin, deyir. Ey kölələr, sizdən də heç kimsə Rəbbim deyə xitab etməsin. Yəni ki, heç bir ev sahibi öz qulluqçusuna, yəni bu cür nə demə, yəni Rəbb sözü lüğəti mənada ağa deməkdir, lüğəti mənası. Ona görə də Peyğəmbər s.ə.v buyurur ki, sizdən heç kəs belə deməsin, deyir. Həmçinin də qulum deyə xitab etməsin, mənim qulumdur. Bu mənim qulumdur, mən onun Rəbbiyəm. Yəni Rəbb sözünü işlətsin burada məhz. Ona görə də Peyğəmbər s.ə.v bu cürünə qadağan edir və deyir ki, hörmət mənasında olaraq desin ki, oğlum, qızım və s. Həmçinin dəyərli müsəlmanlar, isim və sifətlər tövhidinə zidd olan, deməli, 7-ci söz, etiqadlardan və əməllərdən deyilir ki, Allah Əzzə və Cəllənin isim və sifətlərini qismən və ya tamamilə inkar edənlər. Bunlara muəttilə, cəhmilər deyilir. Onların iddialarına görə Allahın isim və sifətlərini qəbul etmək, Allahı yaratdıqlarına bənzətmək deməkdir. Bunlar da iki qismdirlər. Birinci, Allahın isimlərini qəbul edərək mənasız olduğunu qeyd edərlər. Allahın isimlərini qəbul edərək onların mənasız olduğunu söyləyənlərdir birincisi. Subhanallahil azim. Yəni var beləsinə
məzhəblər, təriqətlər hansı ki, Allahın isimlərini qəbul edirlər və deyirlər, bəli, biz Allahın isimlərini qəbul edirlər. Lakin mənasız olduğunu söyləyirlər. Allahu akbar. Baxın, görün nə deyir? Deyir ki, Allah Subhanahu taala Əs-Səmi. Əs-Səmi bilir ki, Allah Taala eşidəndir. Lakin deyir ki, eşitmir. Əl-Basir. Nə deyir? Deyir ki, görmür. Əl-Alim. Lakin deyir nə deyir? Mənasızdır. Mənaları yoxdur. Əl-Qadir. Güclü deyildir. Və s. kimi, yəni bu cür nə? Zəlalət əhli vardır. Və söylədiyimiz kimi, Allahın isim və sifətlərini qismən və ya tamamilə inkar edənlər birinci cəhmilərdir. Dedi ki, Allahın isimlərini qəbul edən mənası olduğunu qeyd edirlər. İkincisi isə bütün isim və sifətləri inkar edənlər. Allahu Ekber. Əvvəla, bütün bunlar batil fikirdir. Çünki Allah Subhanahu Qur'an-ı Kərimdə bir çox ayələrdə isim və sifətlərinin olduğunu buyurduğu halda, digər ayələrdə heç bir şeyin onun isim və sifətlərinə bənzəmədiyini buyurmuşdur. Allahın Əs-Səmi, eşidən olduğunu bilirik. İndi diqqətlə burada qulaq asın və dinləyin. Çox gözəl bir izah gedir. Deyir ki, Allah Subhanahu Taala'nın Əs-Səmi, Əl-Basir, eşidən və görən olduğunu Allah Subhanahu Taala mübarək kitabında bizə ayətlərlə buyurub. Eşitmək və görmək məna etibarı ilə səsləri qəbul etmək və həmçində görməkdir. Yəni, eşitmək nədir? Səsləri qəbul edərək insan eşidir. Lakin Allahın eşitməsinin həqiqi mənası bizim tərəfimizdən bilinməzdir. Çünki biz iki şəxs gördükdə, baxın, bu ikisinin insanlıq xüsusiyyətləri olaraq eşitmək, görmək və danışmaq kimi xüsusiyyətlərin eyni olduğunu fikirləşmirik. İki dənə insandır. Gözü də var, ayağı da var, əli də var, burnu da var, qulağı da var və s. Lakin onlar arasında olan eşitmək və görməyin eyni olduğuna biz etiqad etmirik. Ola bilər ki, biri eşidir, biri eşitmir. Həmçində insanın ayağı, əli olduğunu hər hansı bir heyvanın əli, ayağı olduğu kimi insanın da gücü var, heyvanın da, insanın da eşitməsi var, görmə orqanı var, heyvanın da. Bu sifətlər adlarda eyni olsa da belə, lakin keyfiyyət və forma cəhətdən bir-birindən fərqlənirlər. Allahu Akbar. Yəni, insanda da ayaq var, heyvanda da ayaq var, insanda da göz var, heyvanda da göz var, insanda da qulaq var, heyvanda da qulaq var. Lakin kim deyə bilər ki, bunların keyfiyyət və forması eynidir? Heç kəs. Heç bir ağlı başında olan insan bu sözü söyləməz. Bundan da belə bir nəticə çıxır ki, adların eyni olması, onların keyfiyyət və formalarının eyni olması demək deyildir. Allahu Akbar. Bütün bunlar yaradılanlar arasında fərqli olduğu halda, Allahu Akbar, diqqətlə qulaq as. Bütün bunlar yaradılanlar arasında fərqli olduğu halda, yaradıcı Allah Subhanahu wa Taala ilə yaradılan məxluq arasında belə bir fərq daha açıq və daha böyükdür. Allahu Akbar. Adlar oxşaya bilər. Lakin nədir? Hər bir məxluqun özünə xas bir şəkildə Allah Subhanahu Taala yaratmışdır. Onun eşitməsini, görməsini. Allah Subhanahu wa Taala'nın isə eşitməsi və görməsi Allah Taala'nın əzəmətinə yaraşır bir şəkildədir. Allah öz sifətləri barəsində bizə xəbər vermiş, lakin onların keyfiyyəti barəsində bir şey bilmirik. Sən nə qədər onları təsəvvür etməyə çalışsan da, Allah Subhanahu wa Taala daha uca və daha böyükdür. Bütün bunlara da vacib edir ki, müsəlman bir kimsə qəlbi, nə dili, nə də qələmi ilə Allahı təsəvvür etməyə çalışmasın. Heç bir şeylə çalışma. Allah Subhanahu Taala'nı təsəvvür etməyə. Yəni, sən təsəvvür etdiyin kimi deyildir Allah Taala. Allahu Akbar. Növbəti deməli, dəyərli müsəlmanlar, isim və sifətlər tövhidinə zidd olan etiqad, söz və əməllərdən deməli, deyilir ki, dəyərli müsəlmanlar, deyilir ki, Allah Subhanahu Taala'nın sifətləri iki qrupa ayrılır. Allah Taala'nın sifətləri iki qrupa ayrılır. Zatı ilə bağlı olan sifətlər. Bu qaydadır. Bu qaydaları əzbərləyin. Zatı ilə bağlı olan sifətlər, bu sifətlər hər bir zaman Allahın zatına məxsusdur. Əl-ilim,
Əl-Qudra, Əs-Səmi, Əl-Basir, Əl-İzzə, Əl-Uluf Allah Taala'nın zatı sifətlərindəndir. İkincisi, Allahın əmrləri ilə bağlı olan feili sifətləri. Allahın feili sifətləri. Allah istədiyi vaxt edir, istədiyi vaxtsa etmir. Əl-İstiva, Ən-Nuzul, İnma və s. Allahın sifətləri içərisində həm zatı, Allahın həm zatı, həm də Allahın əməlləri ilə bağlı olan feili sifətləri vardır. Elə sifətləri vardır ki, ancaq Allahın zatı sifətləri. Elə sifətlər vardır ki, ancaq feili. Elə sifətlər var, həm zatıdır, həm də feilidir. Baxın, məsələn, Allah Subhanahu taalanın kəlam, danışmaq sifəti. Bu sifət Allahın zatı sifətlərindən, eyni zamanda Allahın feili sifətlərindən. Çünki Allah Subhanahu istədiyi zaman danışır. Allah Taala buyurur ki, Yasin surəsində bir şeyi yaratmaq istədiyi zaman Allahın buyurduğu ancaq ol deməkdir. O da dərhal olar. Həmçinin dəyərli müsəlmanlar, İbn Abdülbər rahimehullah öz kitabında buyurur ki, sünnə əhli həm fikirdirlər ki, Allahın sifətlərinə iman gətirmək vacibdir. Həmçinin vacibdir onları birbaşa mənaları ilə başa düşüb qəbul etmək. Onları təvil etməmək. Bununla bərabər onlara forma verməmək, onlara keyfiyyət verməməli və müəyyən hədd ilə məhdudlaşdırmamalıyıq. Qadi Əbu Ya'lə rahimehullah deyir ki, Quran və sünnədə gələn dəlilləri onların həqiqi mənalarına zidd olaraq inkar etmək və təvil etmək olmaz. Allahın sifətlərini birbaşa gəldiyi şəkildə başa düşmək lazımdır. Qəbul etmək lazımdır. Çünki Allahın sifətləri eyni adlı olan məxluqatının sifətlərinə oxşamaz. Subhanallah lazım. Burada bir şey yadıma düşdü. Allah Resulü s.ə.v cənnəti vəsf edir. Və cənnətin meyvələrini vəsf edir. Cənnətin gözəlliklərini vəsf edir. Və Peyğəmbər s.ə.v buyurur ki, cənnətdə nar var. Cənnətdə alma olacaq və yaxud da cənnətdə digər meyvələr olacaq. Lakin o meyvələr adlarda bizim dünyada olan meyvələrə oxşayır. Adlarda. Lakin o meyvələr heç vaxt xarab olmaz. O meyvələrin ətri, ədviyyatı heç vaxt getməz. Allahu Akbar. Yəni, tam başqa cürədir. İnsanın, Allah Subhanahu taala mübarək kitabında da buyurur, heç ağlınıza belə təsəvvür etməzsən. Heç ağlıma gətirə bilməzsən orada nələr var. İndi gör, indi sən Allah Subhanahu taala yaradanı hansı bir cılız məxluqla müqayisə etməyə çalışırsan. Allahu Akbar. İmam Əhməd rahimehullahın dediyi kimi, imamların dediyi kimi, onları məxluqatın sifətlərinə oxşatmaq olmaz. Sonuncu, dəyərli müsəlmanlar, 10-cu isim və sifətlər tövhidinə müxalif olan söz və etiqadlardan və əməllərdən, yəni bu da çox gözəldir. Yəni burada sanki bir müxaliflə, bir bidət əhli ilə sual-cavabdır. Deyilir ki, birinci, öz sifətləri haqqında bizə xəbər verən Allah, onun heç bir tayı bərabəri bənzəri yoxdur demişdir. Bəndələrini ona şərik qoşmağı və məxluqları ilə müqayisə etməyi Allah Taala qadağan etmişdir. Allah Subhanahu taala Nəhl surəsində belə buyurur. Allah qoşduğunuz şərikləri, onun yaratdıqlarını Allaha bənzətməyin. Allah heç bir şəriki olmadığını və heç bir məxluqun ona bənzəmədiyini bilir. Siz isə bu həqiqəti bilmirsiniz. Allahu Akbar. İkincisi, deyilir ki, o kimsədən soruşmaq lazımdır. Müxalifdən soruşmaq lazımdır. Sən təsdiq edirsən ki, Allahın zatı yaratdıqlarının zatına bənzəməz. Müxalif isə belə deyəcək. Bəli. Əgər bəli deyərsə, bu zaman ona demək lazımdır ki, Allahın zatının heç bir bənzəri olmadığına iman gətirdiyin kimi, Allahın sifətlərinin də heç bir bənzəri olmadığına iman gətir. Və onları məxluqaların sifətləri ilə müqayisə etmə. Kim Allahın zatı ilə sifətləri arasında sərhəd qoymağa çalışarsa, artıq özünə zidd getmiş olar. Allahu Akbar. Yəni, necə ola bilər ki, sən Allah Taala'nın zatının olduğunu qəbul edirsən və onu insanlarla müqayisə etmirsən. Amma Allah Subhanahu taala əl, üz və s. sifətlər dedikdə dərhal inkar edirsən ki, insanda da bu var. Allahın zatını qəbul etdiyin kimi,
Allah Subhanahu taalanın sifətlərini də qəbul et. Üçüncü qayda. Müxalifdən soruşmaq lazımdır. Məgər sən görmürsənmi ki, eyni adlı sifətlər məxluqlar arasında əl, ayaq, göz və s. forma və keyfiyyətinə, oxşarlığına görə fərqlənirlər. O deyəcəkdir, bəli, görürəm. Həqiqətən də məxluqlar arasında, bu sifətlər arasında fərq var. Bu zaman ondan soruş. Əgər sən bu qədər fərqi görür və dərk edirsənsə, sənə nə mane olur ki, Xaliq ilə məxluq arasında olan böyük əzəmətli fərqi anlamayasan? Xaliq ilə məxluqun bir-birinə bənzəməsi mümkün deyildir. Bu haqda artıq danışılmışdır. Ey iblis, sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Sad surəsi 75-ci ayəti. Bir kimsə desə ki, burada əlimlə kəlməsindən Allahın əli deyil, başqa bir şey qəsd olunur, qüdrət, neymət və s. Bu zaman həmin o müxalifə belədir. Hansı dəlillə əsasən sən açıq aydın olan bu kəlməni mənasını inkar edərək orada başqa bir şey qəsd olunduğunu söyləyirsən? Hansı təfsirdə, hansı ayətdə, hansı Peyğəmbər sallallahu hansı bir sözünü, sahabənin hansı sözünü dəlil olaraq gətirə bilərsən burada? Bu Allaha atılmış ən böyük böhtandır. Həmçinin Peyğəmbər sallallahu sahabələrin və ilk əsr alimlərin tutduqları yola ziddir. Bununla sən dolayı yolla da olsa deyirsən ki, nə Peyğəmbər sallallahu nə sahabələr, nə də ilk əsr alimlər bu barədə bilmirdilər. Lakin sən onlardan elmli çıxıb bu məsələni başa düşmürsən. Bu isə ən böyük yalan, zülm və böhtandan başqa bir şey deyildir. Allahu Ekber. Dördüncü. Allahın sifətlərini təvil edən bir kimsədən belə sual ver ona. Məgər sən Allahı onun özündən daha yaxşı tanıyırsan? O deyəcək ki, xeyr. Əlbəttə ki, yox. Onda ondan soruş, Allahın özünü vəsf etdiyi bu dəlillər, ayə və hədis haqq deyilmi? O deyəcək ki, əlbəttə haqdır. Ondan soruş, məgər sən Allahın kəlamından daha aydın və inandırıcı hər hansısa bir söz bilirsən? O əlbəttə deyəcək ki, xeyr. Allahın kəlamından daha açıq aydın bir söz ola bilərmi? Ondan soruş, sən düşünmürsənmi ki, Allah insanlardan haqqı gizlədib ki, insanlar özləri onu axtarıb tapsınlar? Necədir Allah? O deyəcək ki, xeyr. Əlbəttə ki, xeyr. Allah Subhanahu taala özü haqqında Quran-ı Kərimdə bizlərə xəbər verib, bizlərə özünü tanıdıb Allah Taala. Ondan soruş, məgər sən Allahı onun rəsulundan daha çox, daha gözəl tanıyırsan? O deyəcək ki, xeyr, əlbəttə ki, xeyr. Ondan soruş, məgər Allah Rasulunun Rəbbi barəsində söylədikləri həqiqət deyil? O deyəcək ki, bəli. Bu zaman ondan soruş, məgər sən Allahın Rasulundan daha aydın və başa düşüləsi tərzdə danışan bir kimsə, ikinci bir kimsə tanıyırsan? O deyəcək ki, xeyr. Bu zaman ondan soruş, məgər Allahın Rasulundan daha doğru danışan bir kimsə var? O deyəcək ki, xeyr. Əlbəttə ki, deyəcək xeyr. Çünki xeyr deməkdən başqa onun sözü yoxdur. Çünki Allah Rasulü s.ə.vədən daha doğru, dürüst, sadiq olan kimsə yoxdur. Bu zaman ona de, əgər sən bütün bunlara iman gətirirsənsə, bəs nə üçün Allahın özünü vəsf etdiyini və Peyğəmbər s.ə.vənin onu vəsf etdiyi sifətləri olduğu kimi qəbul etmək istəmirsən? Necə sən Allahın özünü vəsf etdiyi bu sifətləri başqa mənalarla vəsf edirsən? Subhanallahil-azim. Quran və sünnənin təsdiq etdiyini təsdiq etsən və inkar etdiyini inkar etsən, məgər bu sənin üçün çətindir bu qədər? Nəticə etibarıyla bu daha gözəl deyilmi? Və qiyamət günü də peyğəmbərlərə nə cavab verdiniz? Sualı sənə verildiyi zaman ona cavab vermək asan olmazmı bütün bunları qəbul etdikdə? Nuaym İbn Həmməd rahiməhullah deyir ki, kim Allahı məxluqa oxşatsa küfr etmiş olar. Kim Allahın özünü vəsf etdiyi sifətləri inkar edərsə küfr etmiş olar. Allahın özünü vəsf etdiyi sifətləri və Peyğəmbər s.ə.v-in Allahı vəsf etdiyi sifətləri Allahı məxluqa oxşatmaq deyildir. Qəbul etmək Allah Subhanahu məxluqa oxşatmaq deyildir, əziz müsəlmanlar. Bu da son. Bu da isim və sifətlər tövhidində İsim və sifətlər tövhidinə zidd olan bəzi etiqadlar, bəzi sözlər, bəzi əməllərdir.
Allah Subhanahu taala bu dərslərimizi bərəkətli və xeyirli etsin. Və hər bir kəsdən diqqətlə dinləməyi və faydalanmağa Allah Subhanahu taala bizlərə nəsib etsin. Və yeni dərslər keçməkdə Allah Subhanahu taala bizlərə yardımcı olsun. Subhanaka Allahumma bihamdik əşhədu an la ilahe illa ente estağfiruka və etûbu ileyk.